Salam, hər vaxtınız xeyir. Mən coğrafiya müəllimi Elnur müəllim. Yenə də növbəti bir sual nümunəsinin izahı ilə sizin qarşınızdayım. Qeyd edim ki, hal-hazırda həllini edəcəyimiz bu sual 2010-cu ildə coğrafiya fənn olimpiadalarında yer almış bir sualdır. Öz növbəsində bu sualı qəbul imtahanlarında, o cümlədən də İkinci qruplar üçün orta səviyyəli, üçüncü qruplardan alt qruplar üçün isə çətin səviyyəli sual nümunəsi kimi qarşılaşmanız mümkündür. Deməli, bu tip sualın həllə keçməmişdən öncə ilk olaraq onu qeyd edim ki, yəni bu tip sualları həll edərkən biz heç də hər zaman mütaliə edərkən bütün məlumatları tam şəkildə yadda saxlamamız mümkün olmur. Bildiyiniz kimi insanlarda qısa müddətli və uzun müddətli yaddaş mövcuddur. Və biz oxuduğumuz bütün məlumatlar heç də bizim uzun müddətli yaddaşımıza keçmir. Bəzən bu məlumatları qısa müddətli yaddaşda da ötürməyimiz daha çox bizə fayda vermiş olur. Yəni ki, belə deyək, uzun müddətli yaddaşda yer alan məlumatınız sizin üçün imtahanlarda sualları cavablandırmaq üçün olduqca rahat olur. Lakin qısa müddətli yaddaşda necə saxlaya bilərik məlumatları? Bunun üçün ən çox biz yəni abreviaturalardan istifadə edirik. Yəni ki, sualın həlli ilə bağlı qısa, yadda qalan söz hissəciklərindən istifadə edirik. Məsələn, qarşılaşdığımız bu sualda, əgər biz bu sual nümunəsi ilə qarşılaşan zaman gördüyünüz bu deməli mek hissəciyini, yəni bu gördüyünüz bu M, E və K hərflərindən ibarət bu abreviaturanı yadda saxlasaq, sualın cavabını asanlıqla cavablandıra bilərik. Belə ki, sualımızın doğru cavabı onu vurğulayım ki, maşın A variantı, yəni sualın şərtini oxuyaq, avangard üçlüyə daxil olan sahələri və bunun səbəblərini müəyyən edin. Bildiyiniz kimi maşınqayırma, energetika, kimya sənayesi avangard üçlüyün hər üç sahəsini təşkil edir. Burada hər üçünün baş hərflərini yadda saxladaq, bu sağ tərəfdə gördüyümüz hissəciyi almış olaraq maşınqayırma, energetika və kimya. Görürsüz digər variantlarda bu variantlar yer almayıb. Yer alsa belə burada variantlardan görmüş oluruq ki, bu sahələr ölkənin inkişaf səviyyəsini və etinin elmi texniki inqilabın nailiyyətlərini müəyyən edir deyə bir variant bizim qarşımızdadır və bu variant tamamilə doğrudur. Buna görə də bu sualımızın doğru cavabı elə A variantıdır.